Fövqəladə Hallar Nazirliyi sənayedə işlərin təhlükəsiz görülməsi və Dağ Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutu, Elm və Təhsil Nazirliyi, həmçinin Azərbaycan Sənaye Təhlükəsizliyi İctimai Birliyinin birgə təşkilatçılığı ilə işğaldan azad edilmiş ərazilərdə yerləşən bir sıra ümumi təhsil müəssisələrində təhlükəsiz məktəb sosial layihəsi çərçivəsində maarifləndirici təlimlər təşkil olunub. Maarifləndirmə tədbirləri Ağdərə rayonu Talış kənd, Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli, Xocalı şəhər 1 nömrəli, Şuşa şəhər 1 nömrəli və Laçın şəhər 2 nömrəli tam orta məktəblərində keçirilib. Təlimlərin keçirilməsində əsas məqsəd məktəblilərin fövqəladə hallar zamanı düzgün davranış qaydaları, təhlükəsizlik vərdişləri və təxliyə barədə biliklərinin artırılması, onların risklərə qarşı hazırlıq səviyyəsinin yüksəldilməsi olub. Təlimlərin praktik hissəsində baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar Nazirliyin qüvvələrinin operativ olaraq əraziyə cəlb edilməsi, məktəblilərin təxliyəsi və fəsadların aradan qaldırılması əməliyyatları icra olunub. Təlimlər uğurla keçib və qarşıya qoyulan məqsədlərə nail olunub.